Vilayətül-fəqih sözü vəli kökündəndir və yaxınlıq mənasını verir. Yəni, insanların yanında onlara yaxın olmaq deməkdir. Rəhbərin ümmətlə yaxınlığı, imamət və rəhbərlik məhz insanların qəlbində yer tutmaqdır. Əgər kimsə zahirdə insanların arasında olsa da, qəlbən onlardan uzaqdırsa, bu həqiqi yaxınlıq deyil. Fərz edin ki, biz İRİB, yəni Səda və Sima qurumunda və ya Vilayətül-fəqih sisteminə bağlı başqa bir təşkilatda çalışırıq. Onda işimiz vilayətə uyğun davranmaq olmalıdır. Vilayət sözü də qırb, yəni yaxınlıq mənasındadır. Vəli də yaxın olan deməkdir. Deməli, yaxınlığın meyarı bədən yox, ruh və qəlbdir. Əgər insanların qəlbində yer tapmısınızsa, bu əsl yaxınlıqdır. Bəs niyə elə davranmalıyıq ki, kiminsə qəlbini incidək? Təsəvvür edin, müxtəlif qruplarda, nazirliklərdə, fondlarda və digər qurumlarda çalışan insanlar var. Deyirsiniz ki, filankəs yaxşı insandır. Elə isə qoy, bir fonda, bir nazirlikdə və ya hansısa təşkilatda işləsin. Onun öz əqidəsi var, münafiq deyil, mömindir və öz yolunu gedir. Amma heç kimin haqqını tapdalamır, heç kəsi incitmir və haqqa zid addım atmır. Deməli, Vilayətül-fəqih sisteminə bağlı bütün qurumlar vilayət ruhu ilə işləməlidirlər. Uca Allah Ali İmran surəsində bu vilayət ruhunu bəyan edir. Buyurur ki, insanlar Əbu Talib dərəsində 3 il davam edən iqtisadi mühasirəyə və aclığa dözdülər. Münafiqlər surəsində isə buyurur ki, onlar deyirlər Allah Rəsulunun yanında olanlara heç nə verməyin ki, onun ətrafından dağılsınlar. Yəni, insanlara iqtisadi təzyiq göstərirdilər ki, Peyğəmbərin ətrafını tərk etsinlər. Onlar təzyiq göstərdilər, amma möminlər xalqı tək qoymadılar. Lakin Allah, Ali İmran surəsində Peyğəmbərə buyurur ki, insanların iqtisadi çətinlikləri onları səndən ayırmamalıdır. Sərtlik və kobud rəftar insanları rəhbərdən uzaqlaşdırır. Əgər sən kobud və daşürəkli olsaydın, onlar sənin ətrafından dağılardılar. İndi düşünün, hakimiyyət və qüdrət sahibi olan bir insanın işi nədir? İnsanları incitməkmi? Xeyr, hətta haqq onun tərəfində olsa və qarşı tərəf batil gözlənti içində olsa belə, elə davranmalıdır ki, insanların qəlbi ondan razı qalsın. Buna görə də Vilayətül-fəqih sisteminə bağlı bütün orqan və qurumlar vilayət ruhu ilə işləməlidirlər. Yəni məhəbbət, ünsiyyət və insanların qəlbini qazanmaq əsasında fəaliyyət göstərməlidir. Bundan artığı gözlənilmir və bundan aşağısı da qəbul edilə bilməz. İnşallah indiyədək belə olmuşdur və ümid edirik ki, gələcəkdə də bu xüsusiyyət qorunacaq, hətta daha da yaxşı olacaq.